Salam dəyərli dostlar, bugün mən sizə yaşıl üzlü testdən durğu işarələrinə aid testlərin ikinci hissəsinin izahını verəcəm. Bu kimi videoların daha çox olmasını istəyirsinizsə, kanalıma abunə olub, rəy yazı və videonu paylaşmağı unutmayın dostlar. Həmçinin rəy bölməsində hansı mövzunun izahını tam olaraq istəyirsinizsə, həmin mövzunun da izahını yaza bilərsiniz. Baxaq, 26-cı sualla başlayaq. Hansı rəqəmlərin yerinə buraxılan durğu işarəsi müxtəlif cür düşünülə bilər? O əskerlərə tərəf dönüb, burada dırnaqlar, qoşa nöqtə 1-də qoşa nöqtədir, sonra 2-də dırnaqlardır. Bugün torpaqlarımızı hələlik 3-ü boş buraxıram. Bizdən zorla alınan yerləri alacağıq. Deməli, dırnağı bağladıq, vergül, tiri dedi. Buradakı 1, 2, 4, 5 öz yerindədir, dəyişilməyəcəkdir. Bugün torpaqlarımızı vergül bizdən zorla alınan yerləri əlavə kimi düşünəcəyik. Torpaqlarımızı nəyi, haranı? Deməli, tamamlıq olacaqdır. Tamamlıqla onun əlavəsi arasında həm vergül, həm də tireydən istifadə edə bilərik. Ona görə 3-dəki o buraxılan durğu işarəsi müxtəlif cür düşünə bilərik. Testin doğru cavabı A bəndi olacaqdır. 27-ci sualla davam edirik dostlar. Verilmiş cümlənin dialoqdan bir parça olduğunu nəzərə alaraq buraxılan durğu işarələrini müəyyən etməliyik. Deməli, tire, mübtəda, vergül, xəbər, baş üzvlər. Diqqət edirsinizsə, baş üzvlər bitdi. Sonra ikinci dərəcə üzvləri keçirlər. Bu halda biz həmin o deməli baş üzvlərdən sonra nöqtəli vergül qoyacağıq. Nöqtəli vergül. Və yaxud da biz deyirik ki, alma, armud, meyvələr, deməli, bir də şirin meyvələr, sonra göyərtidən danışırsa, şüd, cəfəri, göyərtilər bu formada olanda yenə də bir hadisədə, yəni digər hadisədən danışılırsa, burada artıq böyük hərflə başlama falan zad yoxdursa, nöqtəli vergül qoyulacaqdır bunların arasında. Mübtəda, tiri, deməli, mübtəda vergül, xəbər, baş üzvlər, nöqtəli vergül, tamamlıq, vergül, təyin, vergül, zərfli ikinci dərəcə üzvlərdir. Vergül, tire deyə müəllim izah etdi. Vergül, tire. Bunların hər birinin öz xüsusiyyətləri də var. Vergül, tire dedim. İndi burada durğu işarələrini sayaq görək nə qədərdir. Deməli, nöqtəli vergül olmadığı üçün bu variantları biz sildik. Digərlərində tirələrimizdən 1, deməli, 2, 3, 4. 4 dənə tire olacaqdır. Vergüllərimizi sayaq. 1, 2, 3, 4, 5, 6. 6 dənə mi oldu? Aha. Deməli, mübtəda vergül, tamamlıq, təyin, vergül. Deyədən sonra vergül müəllim izah etdi. Vergül. Aha, deməli, bu nöqtəli vergüldür. 1, 2, 3, 4, 5, 6. 6 dənə də vergülümüz olacaqdır bizim. Deməli, nöqtəli vergül, 4 tiri, 6 vergül D variantı testin doğru cavabı olacaqdır. 28-ci testdən davam edirik. Verilmiş cümlənin dialoqdan bir parça olduğunu nəzərə alıb, buraxılan durğu işarələrini müəyyən edin. Tire, sizin bu fikirlərinizdən fərqli olaraq vergül, onu da deməliyəm ki, burada tire olacaqdır, vergül olacaqdır. Ana haqqı, burada artıq tire olacaqdır. Ana haqqı Tanrı haqqıdır. Vergül, tire deyə xətib səsini ucaltdı. Vergül, tire, biz, vergül, onların övladları, vergül, hər zaman xatirələrinizi əziz tutmalıyıq. Vergül, tire deyib sözünü yekunlaşdırdı. İndi burada durğu işarələrinin sayını müəyyənləşdirməliyik. Gəlin, dəyişək burada. Baxaq görək. Tirələrimizə baxaq. 1, 2, 3, sonra ucaqdır 4, deməli 5. 5 dənə tiremiz var. Vergüllərimizə baxaq. 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə də vergülümüz var. Deməli, 7 vergül 5-dir. Testin doğru cavabı D bəndi olacaqdır.
Aşağıda verilmiş cümlələrdə neçə durğu işarəsinin işlənməsinə ehtiyac var? Aha, baxaq. Müdir başını qaldırıb, qoşa nöqtə, dırnaqlar, xoş gördük, vergül, Akif bəy, vergül, neçə vaxtdır, vergül, hardasınız, sual işarəsi. Deməli, dırnaqları bağladıq. Dırnaqlar 1-dir, nöqtə, qoşa nöqtə 2, 3, 4, 5, sualda 6. 6 dənə olduğu üçün testin doğru cavabı C variantı olacaqdır burada. 30-cu sualla davam edirik dostlar. Deyir, hansı rəqəmlərin yerindəki durğu işarələri eynidir və eyni vəzifəni daşıyır? Baba şilyapasını çıxartdı, vergül, əlini başına qoyub, qoşa nöqtə, dırnaqlar, uşaqlar, vergül, bura sərindir. Deməli, burada əslində vergül tire, əslində deməli, burada tapsaq vasitəli nitqin sxemini, baba şilyapasını çıxartdı, müəllifin nitqidir. Əlini başına çıxardıb, əlini başına qoydu, müəllifin nitqidir. Qoşa nöqtəmizi, dırnaqlarımızı qoyuruq. Vasitəsiz nitqə, uşaqlar, bura sərindir. Sonra vergül tire müəllifin nitqidir. Biz də vergül tireni qoyduq. D əlini həyətə doğru yönəltdi. Təzədən vergül tire deməli, vasitəsizlik. İstirahət edik. Artıq burada durğu işarələrini özləri qoyubdur. Dırnağı bağladıq, vergül tire, müəllifin nitqi. Bu formada olmalıdır bu. Deməli, burada da vergül tireni qoydu. Deyə əlini həyətə doğru yönəltdi. Təzədən vergül tireni qoyduq. Elə burada da istirahət edərik. Digər durğu işarələrini də özləri qoyubdur. Deməli, burada eyni funksiyanı yerinə yetirən durğu işarələri 5 ilə deməli 5 ilə 7 olacaqdır. 5 ilə 7 olacaqdır. Sonra ikisində də vergüldür, vasitəsiz nitqin içərisindədir. 6 ilə də 8-də, ikisində də tiredir. Eyni funksiyanı yerinə yetiribdir. Testin doğru cavabı A variantı olacaqdır. Burada vergül 1-də də var, amma 1-də cümlə bitib, başqa bir cümləni əlaqələnibdir. Ona görə vergül işarəsi qoyulubdur. 4-də də vergül var, orada xitabdır. Buradakı 5-dəki, 7-dəki vergüllərlə eyni funksiyanı yerinə yetirmir. Niyə? Çünki onlar birində xitabdır, birində də cümlə bitib, yekunlaşıb, yeni bir cümlə başlayıb, oranın arasında yeni başlayan cümlə böyük hərflə başlamadığı üçün onların arasında vergül işarəsi qoyulub. Yəni, eyni funksiyanı yerinə yetirmədiyi üçün 1 və 4-ü götürə bilmərik. 31 ilə davam edirik. Buraxılmış durğu işarələrini müəyyən edin. Deməli, görəcək məni Heydər baba danışdı, qoşa nöqtə, tire, bu nə səsdir, vergül, sən aləmə salıbsan, sual işarəsi. Deməli, qoşa nöqtə, tire, vergül, sual işarəsi. Bu da testin doğru cavabı C bəndi olacaqdır. 32-ci sualla davam edirik. Buraxılmış durğu işarələrini müəyyən edin. Kitabın arasındakı şəkili görən kimi qoşa nöqtə, dırnaqlar, anamdır dedi, deməli, vergül tire və kitabı ondan aldı, vergül, rəngli şəkillər aldı, vergül tire, rəngli şəkillər olmayanda biz qoşa nöqtədir burada, çünki ümləşmiş sözdür burada, biz sözü, biz, anam, vergül, qardaşım, vergül, bacım, tire, ailəmiz, artıq burada ümləşdirici sözdür ailəmiz. Ümləşdirici söz həm cüslərdən əvvəl, həm sonra gəlibdir. Bu şəkili kəndin kənarında, tire, gölün yanında çəkdirmişdik. İndi burada durğu işarələrin sayını istəyir bizdən. Biz də durğu işarələrin sayını tapaq. Qoşa nöqtə burada 2 dənədir. Bir burada istifadə olunubdur, bir burada istifadə olunubdur. 2 qoşa nöqtə. Deməli, vergüllərin sayına baxaq. 1, 2, 3, 4. 4 dənə vergüldən istifadə olunubdur. Tire işarələrin sayına baxaq. 1, 2, 3, 4, 5. 5 dənə də tire işarəsindən istifadə olunubdur. Sonuncu tire işarəsi əlavənin tiresidir. Ona görə testin doğru cavabı C variantı olacaqdır. 33-cü sualla davam edirik.
hansı durğu işarələrinin yerini dəyişdirilsə, yol verilən səhv düzələr. Onları görən Azər, qoşa nöqtə dırnaqla, xoş gəlmisiniz. Bu deməli tre, vergül. Burada əslində vergüllə trenin yeri dəyişikdir. Birinci vergül olmalı, sonra tre olmalıdır. Ona görə 3, 4-ü götürürük. Deyə qəfil sevindim. Deməli, vergül tre. Nə yaxşı bizi yada salmısınız. Burada da sual işarəsi dırnaqdan içəridə olmalıdır. Biz bilirik ki, sualdır, nidadır, 3 nöqtədir. Onlar dırnağın içərisində olacaqdır. Deməli, 3, 4, 7, 8-də yerlər dəyişməlidir. Testin doğru cavabı C bəndidir. 34-cü sualla davam edirik dostlar. Rəqəmlərin yerinə bərpa olunmalı hansı durğu işarələri birbaşa ümumiləşdirici sözlə bağlıdır. Ümumiləşdirici sözlə bağlı olan durğu işarələri biz bilirik ki, qoşa nöqtə və tiredir. Burada da deməli azad olunan ərazilərimiz qoşa nöqtə biz 1-i götürəcəyik. Şuşa, Laçın deməli tire bir sözlə vergül. Bir də 3-ü götürəcəyik ki, tiredən istifadə olunubdur. Deməli, testin doğru cavabı 1-3 A variantı olacaqdır. Davam edirik 35-ci testlə. Deyir, cümləsinin tərkibindən hansı söz çıxarılsa, vergül işarəsindən istifadə ehtiyac qalmaz. O, yarış bitəndə biraz dincəlib, rahat istirahət etdi. Burada o-dan sonra vergül qoyuruq. Əgər yarış sözünü biz çıxarsaq, o-dan sonra bitəndə feili bağlama gələcəkdir. O zaman vergülə ehtiyac olmayacaqdır. Ona görə birinci sözü çıxarsaq, vergül işarəsindən istifadə olunmayacaqdır. Testin doğru cavabı A bəndidir. 36-cı testlə davam edirik. Nümunədə hansı rəqəmlərin yerinə vergül işarəsi qoyulmalıdır? Baxarın. Hündürboy kişi deməli qoşa nöqtə, dırnaqlar, vergül. Sənə nə oldu? Vergül. Ay zalım oğlu. Deməli dırnaqları bağladıq. Vergül, tire deyə diləndi. Deməli burada bizdə nə istəyir? Nümunədə hansı rəqəmlərin yerinə vergül işarəsi qoyulmalıdır? 3-ü götürdük, 4-ü götürdük, 3, 4. Əslində 6-da da vergül işarəsi var. Sənə nə oldu? Daha doğrusu burada vergül işarəsi deyil dostlar. Çünki sual cümləsidir. Burada bir kiçicik yanlışlıq elədik. Dərhal da yanlışımız üzrədir. Sənə nə oldu? Ay zalım oğlu. Sual işarəsi. Sonra dırnağı bağladıq, tiremizi qoyduq. Deməli, bərpa olunan durğu işarələrindən vergül 3 ilə 4-də olacaqdır. Testin doğru cavabı B bəndidir. 37-ci sualla davam edirik. Durğu işarələrinə uyğun cümləni seçməliyik 37-ci testdə. Deməli, Lalə, qoşa nöqtə, mən artıq burada vergüllə başlamalıdır. Amma bu qoşa nöqtə ilə başladığı üçün A variantı testin doğru cavabı ola bilməz. O, baxa-baxa, qoşa nöqtə. O'dan sonra biz burada vergül qoya bilmərik. Çünki baxa-baxa feili bağlamadır. Bu da qoşa nöqtə ilə başladığı üçün B variantını doğru cavab kimi götürə bilmərik. C-yə baxaq. Deyəsən, vergül, gözləri ilə onu süzüb, qoşa nöqtə, deməli, tire, xeyr, vergül, alınmaz, vergül, tire dedi, vergül, tire, mən bu işə qarışmaram, nöqtə. Deməli, baxırıq burada, vergül, vergül, qoşa nöqtə, tire, tire. Burada dırnaq işarəsi də ola bilər. Tire işarəsi də ola bilər. Yəni, fərqi yoxdur. Tire, deməli, diyaloqlarda da olur, adi halda da ola bilər. Sonra vergül, vergül, təzədən vergül, vergül, tire, tire. Deməli, vergül, vergül, tire, tire, nöqtə, nöqtə. Deməli, burada durğu işarələrinin ardıcılıq C bəndi özünü doğrultduğu üçün testin doğru cavabı C bəndidir. D ilə davam etsək, fikrim burada deyir, yəqin ki, məktubları gözdən keçirib sənin əminin dedi, yaxşı fikirləri olur. Ondan niyə istiqamət almadın? Bax, sonda bu durğu işarələri əslində bu ardıcılıqla gedir, amma sonda sual işarəsi qoyulur nöqtə yerinə. Ona görə D bəndini götürə bilmir. Əslində ardıcılıq buradakı kimi gedəcək. Yəqin ki, məktubları gözdən keçirib qoşa nöqtə dırnaqları və yaxud da tire qoya bilərik. Sənin əminin vergül tire dedi, vergül tire yaxşı fikirləri olur. Vergül ondan niyə istiqamət almadınız? Yəni, bu ardıcılıqla getmiş olacaqdır.
E variantına baxırıq. Sayalı arvad ayaq saxlayıb geri döndü. Qoşa nöqtə. Burada vergüllə başlamadığı üçün E variantı da testin doğru cavabı ola bilməz. Davam edirik dostlar 38-ci sualla. Deməli, diqqət edirsə burada deyir nümunədə hansı rəqəmlərin yerinə durğu işarələri qoyulmamalıdır. Baxaq görək bu hansı nümunədə hansı rəqəmlərin yeri olacaqdır. Günay tünd qara defs qoyulduq burada. Köynəyini şkafdan çıxarıb, deməli qoşa nöqtə, tire, bu deməli bu alanda, buradan sonra burada alanda feili bağlama kimi gəldiyi üçün burada durğu işarəsi qoyulmayacaqdır. 4-ü götürəcəyik. Bu alanda heç vaxt, burada da heç bir durğu işarəsinə ehtiyac olmur. Geyməyəcəyim dediyim köynəyimdir. Deməli, dırnağa bağladıq, vergül, tire, dedi, nöqtəni qoyduq. Deməli, bunlarda durğu işarəsi qoyulur. Bir də defs işarəsi də o durğu işarəsi deyil. 4 ilə 5-də ümumiyyətlə durğu işarəsi ora qoyulmamalıdır. Heç bir durğu işarəsi. Ona görə testin doğru cavabı 1, 4, 5 C bəndidir. 39-cu suala baxırıq. Cümlədə buraxılmış durğu işarələrin düzgün ardıcılığı verilən variantı müəyyən etməliyik 39-cu sualda. Günagildə gecikər deyə ona mesaj yazdı. Onları gözləyəkmi? Deməli, dırnaqlar Günagildə gecikəcək vergül tire deyə ona mesaj yazdı. Vergül tire onları gözləyəkmi? Sual işarəsi dırnaqları bağladı. Deməli, burada dırnaqlar var. Vergül işarələrinin sayına baxaq. Gəlin dəyişək. 1, 2. 2 dənə vergül işarəsi var. 2 dənə tireyimiz var. Bir dənə də sual işarəmiz. Demək, dırnaqlar 2 vergül 2 tire 1 sual E variantı testin doğru cavabı olacaqdır. 40-cı sualdan davam edirik. Fərqləndirən hissədə işlənmiş işarəni nəzərə alaraq ona uyğun gələn variantı müəyyənləşdirin. Fərqləndirən hissədə defsdən istifadə olunubdur. Nahide bu tire işarəsidir. Bazardan pomidor, xiyar, kartof bu tire işarəsidir. Sənin tərcümeyi haldakı bu defsdir. Biz bilirik ki, o mürəkkəb sözlərdə, sözlərin arasında istifadə olunan o işarəni biz durğu işarəsi götürmürük, defs götürürük. Ona görə C bəndi doğru cavab olacaq. Burada yenə də tire işarəsidir. Ona görə D ilə E-ni də doğru cavab kimi götürə bilmərik. 41-ci sualla davam edirik dostlar. Deməli, müqayisə edilən varlıqlar daha qabarıq şəkildə nəzərə çatdırmağa xidmət eləyir. Müqayisə olunan varlıqları daha qabarıq çatdırması üçün, məsələn, ana haqqı, tanrı haqqı da demişdik bir yaxlam, tire işarəsindən istifadə olunacaqdır. Sonra, sadə cümlənin həmciz üzvləri qrup sadalandıqda işlənir. Orada bir yaxud demişdik, mübtəda, xəbər, baş üzvlər, təyin, tamamlıq. Bu arada həmciz üzvlər qrup sadalanır. Və yaxud əlavə bir misal gətirmişdik ki, deməli, alma, armud, meyvələr, sonra deyək ki, cəfəri, şüd, göyərtilər. Burada görürsünüz, sadə cümlənin həmciz üzvlər qrup sadalanır. Deməli, orada biz nədən istifadə edəcəyik? Orasından nöqtəli vergüldən istifadə edəcəyik. Və deməli, C-yə baxırıq. Həmciz üzvlərdən öncə işlənmiş ümuləşdirici sözdən sonra qoşa nöqtə qoyulur. C bəndi heç birinə getmir. Tərkibində vergül işlənməyən aydınlaşdırma əlaqələ bağlayıcısız mürəkkəb cümlələrdə qoşa nöqtə olur. Ona görə D variantını biz götürməyəcəyik. Əlavə aid olduğu üzvlə eyni şəxsdə olmayanda istifadə olunur. O zaman vergüldən istifadə edilir. Əlavənin hər iki tərəfinə vergül qoyulur. 1A, deməli A, 2E, 3B, C variantı testin doğru cavabıdır. 42-ci sualla davam edirik dostlar. Nümunədə hansı durğu işarələri buraxılmışdır? Bu bizim MİQ tez-tez düşən abituriyentlərin də bu belə deyək də həssaslıqla yanaşdığı bir əsər. Ernest Hemingway'in Qoca və Dəniz əsərindən götürülmüş bir nümunədir. Manuelin qoca ilə söhbət etməyə başladı. Qoşa nöqtə, tire, mənim
atam məcbur etdi deyə oğlan özünü təmizə çıxarmağa çalışdı. Məni deməli atam məcbur etdi vergül tire deyə oğlan özünü təmizə çıxarmağa çalışdı. Vergül tire mən uşağam vergül atama qulaq asmalıyam. Sonra doğrudur tire doğrudur vergül qoca dilləndi vergül deməli qoca dilləndi burada tiremizi qoymadıq. Doğrudur vergül tire qoca dilləndi vergül tire yaxşı eləmisən vergül başqa cür ola da bilməz. Deməli əməlli başlı bolluca durğu işarələrindən istifadə olundu burada. İndi gəlin sayağına görək hansı durğu işarələrindən istifadə olundu. Bir dənə qoşa nöqtə. Qoşa nöqtə bir dənə istifadə olundu. Tirelərimizi sayaq. Deməli 1, 2, 3, 4, 5, 6. 6 dənə tireydən istifadə olundu. Vergüllərimizi sayaq. 1, 2, 3, 4, 5, 6. 6 dənə də vergül işarəsindən istifadə olundu. Testin doğru cavabı D bəndidir. 43-cü testlə davam edirik dostlar. Verilən fikirlərdən doğru və yanlış olduğunu müəyyən edin. Cümlə daxilində xüsusi əhəmiyyət və diqqət tələb edən söz və ifadədən sonra mötərizə daxilində sual işarəsi işlənir. Mötərizə daxilində sual işarəsindən istifadə olunmur. Bu fikir yanlışdır. Dramatik əsərdə remarkaları fərqləndirmək üçün mötərizədən istifadə olunur. İştirakçılar haqqında məlumat vermək üçün mötərizədən istifadə olunmur. Tireydən istifadə olunur. Ona görə bu fikir yanlışdır. Deyir mötərizədən istifadə olunur iştirakçılar haqqında məlumat vermək üçün. Deməli 1 nöqtə 2 nöqtə deyir formasında sayıların yazılması doğru olmasa da nöqtə texniki səciyyə daşıyır. Durğu işarəsi hesab edilmir. Nöqtə burada texniki səciyyə daşıyır. Amma bu formada sayıların yazılması doğrudur. Çünki bu birinci, ikinci mənasını ifadə edir. Biz demişik ki, miqdar sayılarına sonra qoyulan nöqtə və mötərizə deməli birinci C şəkilçisinin funksiyasını yerinə yetirir. Ona görə bu fikir yanlışdır. Sayılar yazılması doğru olmasa da deyir burada. İş, təcrübə, kəşf, ideya, qanun və s. ortaq olub bir neçə şəxsə aid olduqda tire işarəsindən istifadə olunacaqdır. Bu fikir doğru olacaqdır. Hiss həyəcanla deyilən xitablardan sonra nida işarəsinə işlənir. Bu fikir də doğrudur. Deməli, doğru deyənə burada əlavə şərhə, izaha ehtiyac vermirəm. Sadəcə bu hissələri başa düşmürsünüzsə əzbərləyin. Deməli, 3-ü yanlış, ikisi doğru olduğu üçün testin doğru cavabı 43-də C bəndidir. 44-ə baxıraq. Verilmiş nümunədə buraxılan durğu işarələrini müəyyən edin. Deməli, həkim yavaşca xəstəsinə yaxınlaşıb, qoşa nöqtə, dırnaqlar, özünüzü necə hiss edirsiniz, vergül, yaranız ağrımır ki, vergül, tire deyə xəstəyə sual verdi, vergül, tire, otağınızın havasını dəyişinmi, sual işarəsi, dırnağa bağladıq deyə əlavə etdi. Deməli, burada durğu işarələrini indi biz sayını müəyyənləşdirməliyik. Dırnaq var, bəli var, dırnaq var. Qoşa nöqtə bir dənə var, bir dənə qoşa nöqtə. Sonra vergüllərə baxaq. 1, 2, 3, 3 dənə vergülümüz var. Tiremizə baxırıq. 1, 2, harada qoyduq tirenin birini? Sual işarəsi, dırnaqları bağladıq, tiremizi qoyduq. Burada 3 tiremizi qoymamışdıq, çaşıb. 3 dənə tireydən istifadə olundu. Bir dənə də sual işarəsindən istifadə olundu. Ona görə A variantı testin doğru cavabı olacaqdır. 5-ci testlə davam edirik dostlar. Daha çox 45-ci testlə davam edirik. Deyir, hansı rəqəmin yerinə bərpa olmalı durğu işarələri eyni olsa da eyni məqsədə xidmət etmir. Deməli, verilişdə həkim, qoşa nöqtə, dırnaqlar, bəzi meyvələr, məsələn, qoşa nöqtə. Bax, buradakı qoşa nöqtə vasitəsiz niklə müəllifin nitqinə, yəni birbaşa vasitəsiz niklə aid olan bir durğu işarəsidir, birdəki. Amma buradakı isə ümumiləşdirici sözdən sonra məsələn gəldiyi üçün ondan sonra qoşa nöqtə qoyulubdur. 1 ilə 3 eynidir, amma fərqli funksiyalarını yerinə yetiribdir burada. Sonra nar, alma, portağal, armud, vergül. Vergül nə idi? Tire, üzr istəyirəm. Bir sözdən görmədik.
Deməli, tire bir sözlə vitaminlə zəngin deməli olanlar olanlara yox. Olanlara tire burada əlavənindir. İş adamlarına ehtiyacdır. Dırnağı bağladıq biz. Deməli, vergül, tire dedi. Deməli, burada fikir verirsiniz də, tiredən istifadə olunub. Ümumiləşdirici sözdən əvvəl tire işarəsi qoyulubdur. Bir sözlə sözə əlavə olunub burada. Yəni, bu ümumiləşdirici sözə aid olacaqdır. Buradakı tire əlavəyə aid olacaq. Buradakı deməli, tire isə deməli, aid olacaqdır vasitəsiz nitqə. Ona görə 4, 5, 8-ci durğu işarələrdə müxtəlif durğu işarələri olsa da, eyni durğu işarələri olsa da müxtəlif deməli məqsədlərə xidmət etmiş olacaqdır. Deməli 1, 3, 4, 5, 8 D variantı testin doğru cavabıdır. Dostlar, 46-cı testlə davam edirik. Zabit sərhəd boyunca uzanan yollara baxdı. Yolda bir qaraltı görünmür, lampalar yanmırdı. Cümləsinə buraxılan durğu işarələrini müəyyənləşdirməliyik. Deməli, zabit sərhəd boyunca uzanan yollara baxdı. Nöqtəli vergül aydınlaşdıracaqdır. Yolda bir qaraltı görünmür. Burada vergüldən istifadə olunduğu üçün nöqtəli vergüldür, yoxsa qoşa nöqtə qoyulacaqdır. Lampalar yanmırdı. Cümləsinə buraxılan durğu işarələri nöqtəli vergül və vergül olacaqdır. Deməli, testin doğru cavabı E bəndidir. 47-ci testlə davam edirik dostlar. Hansı durğu işarələrinin yeri dəyişirsə, yol verilmiş səhv düzələr. Deməli, Aynur görər-görməz qoşa nöqtə dırnaqla xoş gəlmisiniz. Vergül tire olmalıdır. 3 ilə 4-ün yeri dəyişilməlidir. Deyə onu qarşısına gəldi. Vergüldür. Nə əcəb sizdən? Burada da sual biyaqlarını dedik. Dırnaq işarəsinin içərisində olmalıdır. 7 ilə 8-in yeri dəyişməlidir. 3 ilə 4-ün testin doğru cavabı burada A variantı olacaqdır. 48-ci sualda maraqlı suallardan biridir. Boş xanalardan yalnız birinə yazıla bilər. Tam cavabı müəyyənləşdirməliyik burada. Cümlədə 2 vergül işarəsi buraxılıbdır. Cümlədə nida işarəsi buraxılıbdır. Baxa, oğlum, nida, səndən tək istəyim budur ki, vergül, evinə dönəsən, vergül, ailəni yalqız qoymayasan. Bu A variantı həm bura gedir. Bizə deyir, yalnız birinə yazılsın. Ona görə A doğru cavab olmayacaqdır. B-yə baxırıq. Şübhəsiz ki, vergül bəzi məsələlər həllini tapmayıbdır. Burada bir dənə vergüldür. B variantı ona görə heç birinə getməyəcəkdir. C-yə baxırıq. Qabil xahiş edirəm ki, vergül həm məni, vergül, həm də atanı narahat etməyəsən. Burada da deməli 2 vergül işarəsi buraxılıbdır. Həmçinin nida işarəsi buraxılıbdır. Hər ikisinə aiddir. Ona görə C-ni götürə bilmərik. Vəzir şahın önünə gəldi və dedi. Deməli qoşa nöqtə, dırnaqlar, sultanım, nida. Bu vəziyyətdə sən, vergül, mən və o deyəsən dar ağacına gedəcəyik. Deməli, burada da D variantında vəzir şahın önünə gəldi və dedi, qoşa nöqtə, dırnaqlar, sultanım. Deməli, nida işarəsi. Bu vəziyyətdə sən, vergül, mən və o deyəsən dar ağacına gedəcəyik. Burada da fikir verirsə, 2 vergül işarəsi buraxılıb, fikir yanlışdır. Çünki 3 dənə vergül işarəsini buraxılıbdır. Ona görə D bəndi bura getməyəcəkdir. Amma cümlədə nida işarəsi buraxılıbdır. Bura getdiyi üçün testin doğru cavabı 1-nə getdiyi üçün D bəndi olacaqdır. E-yə də baxaq, hər ehtimal qarşı. Sizin kəndin ağsaqqalları deməli bizə bir çox tərəfdən yardımcı olar, vergül, işlərin yoluna düşməsinə kömək edərsiniz. Siz kəndin ağsaqqalları burada əlavə ilə aid olduğu cümlə üzrə eyni şəxsdə olmadığı üçün hər iki tərəfdən vergül qoyulacaq. Burada da ancaq 3 vergül buraxıldığı üçün ümumiyyətlə E variantı ya bu xanaya ya da bu xanaya getməyəcəkdir. Deməli, testin doğru cavabı bütün hallarda D bəndidir. 49-cu sualla davam edirik. Deyir, hansı nümunədə sonuna həm sual işarəsi, həm nida, həm də deməli
nöqtə işarəsi qoyula bilər. Uşaqlar bizə gəlin. Burada deməli biz sual işarəsi qoya bilməyəcək. Uşaqlar bizə gəlin deyə bilmirik. Sual işarəsi qoya bilmədiyi üçün biri götürə bilmərik. Bizi elə buradaca unudacaqlar. Bizi elə buradaca unudacaqlar. Sual işarəsi nida da qoya bilərik, nöqtə də qoya bilərik ayrı-ayrılıqda. 2-ni götürdük. Hamı nə üçün şəhərin aşağısına axışır? Burada sual işarəsi qoyulacaq. Biz burada nöqtə qoya bilmərik, sual cümləsi olacaq. Çünki burada sual əvəzli, sual vermə məqsədi ilə işlənibdir. Aqil əlindən elə bu gəlir. Əgər nöqtəni sual işarəsini qoyduq və yaxud da nəqli cümlə kimi nöqtə qoya bilərik və yaxud da hiss həyəcanla deyib nida qoya bilərik. 4-ü götürdük. Bizdə məgər belə köynəklər yoxdur. Burada sual işarəsi qoyuruq. Nöqtə qoya bilmədiyimiz üçün 5-i də doğru cavab kimi götürə bilmərik. Testin doğru cavabı 2, 4, A variantıdır. Və durğu işarələrinin sonuncu testinə baxırıq. 50-ci testdə cədvələ əsasən uyğunluğu müəyyən edin. Vasitəsiz nitqdir. Deməli, burada birə biz D-ni götürsək, Azər məni də gözləyin deyə mesaj yazıb. Nə eləyək indi? Azər məni də gözləyin. Azər məni də gözləyin. Vergül tire, bu dırnaqları qoyduq belə. Deyə mesaj yazıbdır. Vergül tire, neynəyək indi? Deməli, dırnağı bağladıq. Deməli, C-də deyir ki, vasitəsiz nitq müəllifin nitqi vasitəsiz nitq sxeminə uyğun gəlir. Bu doğrudur. Gördüyümüz kimi elə oldu. Vasitəli nitqə çevirərkən müəllifin sözləri budaq cümlədə işlənəcəkdir. Azər məni də gözləyin deyə mesaj yazıb. Nə eləyək indi? Deməli, Azər məni də gözləyin deyə mesaj yaz. Azər deyib ki, məni də gözləyin. Nə eləsin indi? Deməli, biz burada gördük ki, vasitəli nitqə çevirəndə müəllifin sözləri budaq cümlənin tərkibində olacaqdır. F-ə baxıraq, vasitəsiz nitqdə üzvlənməyən sintaktik vaid işlənibdir. Baxaq, üzvlənməyən sintaktik vaid hansıdır? Deməli, Azər məni də gözləyin. Burada Azər sözü xitabdır dostlar. Xitabda üzvlənməyəcək, cümlə üzvü olmayacaqdır. Ona görə F variantımızda doğru cavab olacaqdır. Deməli, testin doğru cavabı E variantı olacaqdır. Deməli, burada biz də xitabı bilirik ki, vasitəsiz nitqin içində olanda, o vasitəli nitqə çevriləndə, dostlar, xitab vasitəli nitqdə müəllifin sözlərinin içərisində olacaqdır. Azər mesaj yazıb deyib ki, onu da gözləsinlər, neyləsin indi? Bu formada olacaqdır. Deməli, 1-ə D olanda C, E variantları natamam olacaqdır. 1-ə D olanda vasitəsiz nitqin sxemi qurularsa, sxemdə müəllifin sözləri vasitəsiz nitqdə iştirak edəcəkdir. Bu fikir yanlışdır. Ona görə müəllifin nitqləri vasitəsiz nitqdə niyə iştirak eləsin ki? O müəllifin nitqin içərisinə gedəcək. Ona görə 1D olanda A variantı olmaz. 1B olsa, gözəl insan dedi, sən məni bu işlərinlə sevindirərsən. Deməli, dırnaqlar, gözəl insan vergül tire dedi, vergül tire, sən məni bu işlərinlə sevindirərsən. Dırnaqları bağladıq, nöqtəni qoyduq və yaxud da tire də ola bilər orada. 1-ə B olanda F variantına baxaq, vasitəsiz nitqdə üzvlənməyən sintaktik vaid işlənibdir. Gözəl insan burada işlənibdir. A-ya baxsaq, vasitəsiz nitqin sxeminə qurulsa, sxemdə müəllifin sözləri vasitəsiz nitq iştirak edəcəkdir. Burada yenə də müəllifin sözləri vasitəsiz nitq, ya daha doğrusu vasitəsiz nitq, müəllifin sözləri vasitəsiz nitqdə olacaqdır. Eyni ilə bu sxemimizdə də biz gördük ki, vasitəsiz nitq, müəllifin nitqi vasitəsiz nitqdə olacaqdır. Hər ikisində də vasitəsiz nitq, müəllifin nitqi vasitəsiz nitq olduğu üçün bizim deməli sxemimizdə deməli A variantı heç birinə getməyəcəkdir. A variantı nə deyir ki, sxemdə müəllifin sözləri ilə vasitəsiz nitq iştirak edəcəkdir, amma bu fikir yanlışdır. Deməli, A variantı getmədiyi üçün D bəndə testin doğru cavabıdır. Sxemdə bəs nələr iştirak edəcək? Vasitəsiz nitq, müəllifin nitqi, vasitəsiz nitq iştirak edəcək hər ikisində. Burada sadəcə bir dənə yanlışımız odur ki, dostlar, deyə mesaj yazıb, nə eləyindi? Burada V hərfi kiçik hərflə yazılmalıdır. Dostlar, bu vasitəsi, yəni siz də düzəldərsiniz bunu kitabın üzərində.
Bu durğu şairlərinə aid olan testlər idi. Növbəti izahlarda görüşərik. Özünüzə yaxşı baxın. Salamat qalın.